Təqdim edəcəyimiz bu gözəl həyət evi Balaxanda yerləşir. 105 nömrəli marşrut xəttinə cəmi 100 metr məsafədə. 4 nömrəli məktəb yaxınlıqda. Məktəbin yanında poliklinikası, icra, bələdiyyə, hər bir şey nə lazımdır, hamısı yaxınlıqda, piyada gedə biləcəyiniz məsafədə. Qiymət cəmi endirilmiş qiymətlə 62.000 manatdır. 2 torpaq sahəsinin içərisində 3 daş kirşidədir. Şəxsi özünə tikili evdir. Həyətində sanitar qofrası ayrı-ayrılıqdadır. Kameramanımız itdən qopduğu üçün təəssüf ki, sən ona qopduğu üçün sən yaxın olacaqsın. Göstər sanitar qofrasının zeyni. Sanitar qofrağı bütün aksesuarları qoyulub. Sağda sanuzelidir. Həyətində yay mətbəxi var və solda da sağda da həyət üçün belə deyək, su istifadə etmək üçün kran qoyulub. Geniş darvazası var, maşın rahat şəkildə həyətinə girə bilir. Ehtiyat su çəni var, amma evə qoşulmuyor. Niyə? Ev yəsə ki, biz ehtiyat üçün qoymuşduq. Amma köçəndən sonra gördük ki, fasiləsizdir, su qoşmamış. O zamanlar istəsəz qoşasınız, istəsəz siz də eyni şəkildə istifadə edə bilərsiniz. Bütün kommunal sistemləri hamısı qoyulub, sayğacları da var. Solda mətbəxidir, qazı, aspiratoru, mətbəx mebeli qalacaq, kombisi, radiatoru, hər bir şey qalıb. Bir yaşda səliqəli, tərtəmiz evdir. Geniş qonaq otağı. Təkrar edirəm, şəxsi özünə tikilidir. Solda ailə yataq otağıdır. Biz həyətdə təəssüf ki, itə görə ətraflı göstərə bilmədik. Solunda yatağın bir dənə pəncərəsini göstərir. O pəncərənin düşdüyü hissə soldan arxasına keçirsə, kombi otağı arxasındadır. Ümumiyyətlə, evin 4 tərəfindən heç bir evə, bariyyə, birləşik deyil. Ən gözəl cəhəti. Və burada da kiçik uşaq otağı. Qiymət. Endirilmiş qiymətlə 62.000 manatdır. Real müştəriyə təbii ki, cüzi endirim olacaq. Başqa səfərdə 64-65-dən aşağı yoxdur. Yalnız bir səfər gəlib endirimli qiymətlə çəkib. Beləcələrim videonu sona qədər izlədiyiniz üçün təşəkkür edirəm.